Abşeron rayonunda 1983-cü il təvəllüdlü İsmail şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Əliyə xəsarət yetirib. Hadisə 28 aprel 2024-cü ildə Abşeron rayonu Xırdalan şəhərində baş verib. İsmail yaşadıkları evin həyətində qardaşı Əli ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı itələyərək onu yerə yıxıb. Daha sonra əlləri olan dəmir alətlə onun sağ əl nahiyəsinə qəsdən bir dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən İsmailin barəsində Cinayət Məcəlləsinin 127.1 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmail ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, atası Telman qardaşı Əli ilə Xırdalan şəhəri Tağıyev küçəsində bir həyətdə yaşayır, lakin evləri ayrıdır. Bir yerdə yaşadığımız müddətdə münasibətlərimiz normal olmayıb. Atam qardaşı ilə bir yerdə spirtli içki qəbul edirlər. Sərxoş olduqdan sonra mənim və aləmin ünvanından nalayiq ifadələr işlətməklə söyüş söyürlər. Ona görə də əvvəllər də dəfələrlə aramızda münaqişə olub, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, axırıncı dəfə 2022-ci ildə atası və qardaşı ilə aralarında münaqişə olduğunu həmin münaqişə ilə əlaqədar Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsində araşdırma aparılıb, sonra toplanmış material rədd edilib. Məlum hadisə günü saat təxminən 19 radələrində yaşadığım evdə aləm üzvlərim ilə söhbət edərkən həmin vaxt yoldaşım bayıra çıxdı və yoldaşımın kiməsə isti suyu gülün dibinə tökmə dediyini eşitdiyimdən bayıra çıxdım. Bu zaman qardaşım Əlinin həyat yoldaşım Samirəni nalayiq ifadələrlə təhqir etdiyini gördüm. Həmin vaxt qardaşıma yaxınlaşaraq niyə mənim yoldaşımı söyürsən deyə ondan soruşdum. O əcəb edirəm deməklə sinə nahiyəmdən kənara itələdi. Həmin vaxt Əlinin yaxasından tutmaq istədim, amma atam və qardaşım məni yerə yıxdı. Qardaşım sol qabırğa nahiyəmə yumruq, atam isə sol ayaq nahiyəmdən təpiklə vurdu. Həmin vaxt yoldaşım Samirə bizi ayıranda atam arvadımın saçından tutdu, dartaraq onu kənara itələdi. Sifət nahiyəsindən şillə ilə vurdu. Samirə kənara evə qaçdı və evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Həmin vaxt Samirənin polisə zəng etdiyini onlar bildiyi üçün məndən kənarlaşdılar. Sonradan polis əməkdaşları ora gələrək şifahi söhbət etdikdən sonra bizi Abşeron rayon polis idarəsinə gətirdilər. Mənim izahatım alındı. Mən əlini dəmir parçası ilə və ya əlimlə vurmamışam. Onun hansı şəraitdə xəsarət aldığını bilməmişəm, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərərçəkmiş qismində ifadə verən Əlinin sözlərinə görə qardaşı İsmail ilə mütəmadi olaraq aralarında narazılıqlar olur. Hadisə günü atam, anam və ilə evin həyətində olarkən İsmailin həyat yoldaşı Samirə 5 yaşlı az yaşlı oğluma qışqıraraq gülü yolma dedi. Amma uşaqsa gülün yanında durmaqla gülü yolmamışdı. Həmin vaxt yaşadığım mənzilə girdim. Həmin an İsmailin səsini eşitdiyimdən bayıra çıxdım. Atamın İsmail tərəfindən söyüldüyünü, İsmailin atamın üstünə cumaraq onu yumruq vurmaq istədiyini gördüm. Dərhal onlara yaxınlaşaraq nə baş verdiyini soruşdum. İsmail həmin vaxt məni də nalayiq söyüşlərlə söyərək baş nahiyəmdən əli ilə vurdu. Sonra isə məni itələyərək yerə yıxdı. Bədənimin müxtəlif nahiyələrini, yəni başıma, sifətimə, əlimə, sağ əl nahiyəmdən isə dəmir alətlə vurdu. Həmin vaxt sağ əlimdən sərt ağrılar
hiss etdim və anam araya girərək bizi ayırdı. Sağ əlim həmin vaxt əzildi və göyərərək şişdi. Ona görə də polisə ərizə ilə müraciət etdim. İsmail və ya onun arvadını döyməmişəm, İsmailin necə xəsarət aldığını bilməmişəm deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmail 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.